Əzizlərim, bura arada görürsünüz bizim çebriklər pişir yavaş-yavaş. Görürsünüz necə qatdı, mayasızdır. Görürsünüz? Necə də görürsünüz? Soğanı ilə pişir. Görürsünüz? Pırçıltılı olacaq, görürsünüz? Beləcə bunu pişirib, beləcə qoyuruq, salfetkalı qaba. Bu arada da sizə təqdim edeyim ki, mən bu günləri özüm süzmə elədim qatıqdan. Çox dadlı, çox gözəl çıxdı, çox yağlı. Madam ki, özüm bacarıram, niyə də eləməyim. Özüm təbii şəkildə öz əlimdə hazırladım. Çox dadlıdır. Hələlik bu qədər əzizlərim. Diqqətinizə görə sağ olun.